Salam gözəl insanlar, axşamınız xeyir olsun. Bugünkü maska mandalin qabıqlarından olan möhtəşəm bir üz gəncləşdirici, üzü sallamaları aradan qaldıran, mimik qırışları açan, üz dərisini mükəmməl dərəcədə gözəlləşdirən möhtəşəm bir maska tövsiyə edəcəm sizə. Deməli, götürürük hardasa 2-3 mandalin qabığını, 2 stəkan suda qaynadırıq, bal odda qaynadırıq. Qaynadandan sonra bu 2 stəkan su hardasa 1 stəkan kimi qalır. Deməli, götürürük, süzürük. Süzəndən sonra baxın suyuna 2 xörək qaşığı nişasta əlavə edirik. Nişasta yəni kraxmal. Əlavə edəndən sonra yaxşı-yaxşı qarışdırırıq. Qarışdırırıq, bişir, kisel halı alır. Möhtəşəm bir maska alınır. Baxın, üzə çox faydalı olan bir maska alınır. Bu maskanı həftədə 2 dəfə, 3 dəfə üzümüzə çəkib uzanan vəziyyətdə 25 dəqiqə, 30 dəqiqə saxlayırıq. Saxlayandan sonra ilıq su ilə yuyuruq və yuyandan sonra mütləqdir ki, təmizləndirici krem çəkirik. Bu qədər gözəl insanlar.